Salam herkese, kanalıma ve yeni bir dağ vloguma xoş gəlmisiniz. Necəsiz? İnşallah yaxşı olarsınız. Mən də yaxşıyam şükür. Bugün dağdan kiçik bir vlog yenə paylaşıram. Burada bizim qonşularımız ev tikirdilər, bizdə qaldılar. Müvəqqəti onların evi tikilənə qədər. Könül bacımız sağ olsun dedi. Süt var, un var, ne bileyim yumurta, her şey var. Bir dənə tort eləyək ustalara şeydə, peçin üstündə, tavada. Qəşəng onu eləyir. İcazə vermədi üzünü çəkməyə. Mən də razılaşdım. Dedim, necə istəyirsən. Elə əllərini çəkdim. Sadə biskvitdir. 2 dənə elədi. Eyni bu üsulla. Adi bildiyimiz normal, sadə biskvit. Bu mənzərədə, dağda, nə bilim, ocağın üstündə, peçin üstündə ayrı bir ləzzəti var idi biskvitin. Yəni ki, dağda da, yəni ki, hər şey üçün çarə var, onu demək istəyirəm. Dağda da olsaq, dərədə də olsaq, şəhərdə, kənddə də olsaq, insan istəyəndən sonra hər cür şəraiti yaradır, istədiyini eləyə bilir, pişirə bilir. Burada uzun danışmağa da söz tapmıram əslində. Amma qəşəng keçdi. Dağ səyahətimiz də qəşəng keçdi. Düzdür, yağışlar çox yordu. Dəhşət çox yağış yağırdı. Amma yenə də yaylaqdır. Havası, suyu, təmiz, ərzaqları, tərəvəzləri, təbii, qatqısız. Səhər duranda quşların səsi, civiltisi, nə bilim, suyu, nə edirsən deyər. Bir həftə qaldım qalmaqla. Amma videolar az çəkdim. Dedim, biraz da dadını çıxardaq. Hər dəqiqə telefon əlində gəzməyim o tərəf, bu tərəfə. Bundan sonra dağdan yəqin ki, bir dənə olacaq bir şey. Adı nə idi? Burada biskvit üçün duxovka düzəldirik daşdan. Ki, birinci üstə elədi, sonra aşağı altına qoydu şeyin. Peçin altına, eyni şeylərdəki kimi. Adı nə idi? Duxovkadakı kimi alt üst. Çox da qəşəng çıxdı. İndi görəcəksiniz birazdan. Getdik elə ustaların yanında kəsdik, yedik. Boğazım qıcıqlanır, üzürlü sayın. Daha səsdə təzədən silib, təzədən yazmağa ehtiyac yoxdur məncə. Belə biraz qatı kimi görsənir, amma çox qəşəng yumuşaq kek salındı. Sadə. Təbii süd var idi. Süddən qəşəng krem də düzəltdi. Zavarnoy krem. Çox da qəşəng pişirdi, sağ olsun könül. Birinci belə üstünə qoydu peçin. Üstündə pişirdi. Qapaqla. Sonra da belə altına keçirdi. Qəşəng pişdi. Burada da kremləyir üzü. Qəşəng kremlədi. Üstünə də bəzədi. Getdik ustalarla çay içməyə. Ləzzətli yedik. Çox qəşəng, yumuşaq, çox dadlı bir tort alınmışdı. Sağ ol könül bacım. Mən də ertəsi günü yox, ondan 2 gün sonra deyəsən islah kek eləmişəm. Onu da çəkmişəm videoya. Qəşəng, o da çox qəşəng çıxdı. Elə peçin üstündə, elə bu tavada, bayaq keks pişirdiyimiz tavada mən də islah kek pişirdim. Arxada da paltaryan işləyir. Səsi gəlirsə üzürlü sayın. Evdə gəlmişəm uca, mən Bakıdayam. Bakıda editləyirəm. 3 gündən bir, 4 gündən bir atacam, kanal boş qalmasın. Uca burada getmişdik ustaların yanına. Əslində bunları səsli də çəkə bilərdim, amma bizim dilimiz fərqlidir deyə, Saxor dilində danışırıq deyə. Azərbaycan dilindəki izləyicilərim üçün çətin olacaqdı, başa düşülməyəcəkdi. Ona görə öz səslərimizi burada elə bil ki, səssizləşdirdim. Üstündən dedim, səs yazın. Belə hamı başa düşsün.
Amma normalda biz öz aramızda Azərbaycan dilində danışmırıq. İndi çay içdiyimiz yerin gözəlliyi, baxın, hələ evin yan yörəsi tutulmayıb, hələ karkası hazırlayıb, damı vurulub. Buranın hamısı qəşəng mamagilin evki kimi şiferlər, sonra da içindən qəşəng spirtovka ilə, taxta ilə qəşəng düzələcək. Belə yerdə evi olan insan gəlmək istəyər kəndi şəhərə. Belə. Tortumuzu qəşəng yedik, nuş elədik çayla. Sonra baxaq görək, nə eləmişik, nə işlər görmüşük. Anamdır, Yusifdir, ustamızdır. Usta da Sultan dayı, atamın sinif yoldaşıdır. Yəni tanıdığımız adamdır. Bu da bizim inəklərimiz. Bunun səsini mən deyəsən kəsməmişdim axı, bu niyə səssizdir? Neysə, baxarıq, görək niyə bu səssiz olur. Çox qəşəng zınqırıq səsləri gəlirdi. Ətrafıdır evimizin. Burası da mamanın aqarodları, həyəti. Bir oturmuşuq. Yox, mamanın həyəti deyil bu. Qonşunun həyətinə, qonşu gilə getmişdik, oranın həyətidir. Bunlar da yaylaqçılar. Büyüm qızıdır. Podruqamın qaynanasıdır. Onun bacısıdır. Mamamın sinif yoldaşıdır. Hamımız bir yerdə. Burada da deyil, usta mamam iş başladı. Ot biçir. Ot biçəndən, zaryatkalı ot biçəndən ot biçir. Tok dəryaz deyirlər də, deyəsən buna Azərbaycan dilində. Bizdə çalığı deyirlər. Ot çalır. Burada da mama aş pişirir. Bu aş Azərbaycan dilində qablamalı aş gedir. Qablamalı aş nə deməkdir? Soğandır, gördüyünüz kimi. Xırda tikə ətdir, toyuq əti ilə eləyənlər də var. Bir də qaynanmış lobya, alaçi, tam belə pişirmirsən. Bir damcı belə bil ki, qırışı açıldı, lobyanın götürürsən. Belə qat-qat yığılır, ədviyyatlar falan vurulur, hər şeyi qoyursan bişməyə. Elə bil ki, qazın üstündə qaşıq vurmadan, yəni qarışdırmadan o qat-qat hazır pişir, qəşəng ləzzətli bir şey olur. Çox dadlı bir şeydir. Mənim demək olar ən sevdiyim aş növüdür. Qablamalı aş. Çox qəşəng olur. Belə əti də ki, evdən gətiririk. Əti burada necə saxlayırıq? Elə bil ki, bankanın içinə qoyuruq. Burada sular çox soyuq şey olur, axır da, buz kimi axır. Bu bankanı da qoyuruq soyuq suyun altına. Bir həftə, 10 gün ət heç nə olmadan qalır. Tərtəmiz, təptəzə. Buz kimi qalır. Qəşəng dadlı bir, ləzzətli bir şey olur. Sınamamısınızsa sınayın. Heç nə, sadə bir şeydir, heç çətinliyi bir şey yoxdur. Soğandır, ətdir, lobyadır, ədviyyatdır. Qat-qat yığırsınız, bir balaca su qatırsınız, ətin suyu da çıxır. Qoyursunuz qazın üstünə, peçin üstünə, bişir yavaş-yavaş. Ət pişənə qədər. Suyu çəkildi, elə bil, biraz azca sulu qalanda da dadlı olur o su. Ətin suyu, bu qaranın suyu aşa çox gözəl dad verir. Ləzzətli bir şey olur. Zaqatala tərəfə gedən olsa, yəni pişirdirə bilərsiniz. Qohumlarınıza, nə bilim, işi bilən biri varsa, pişirdirə bilərsiniz. Çox dadlı bir şeydir, yəni pişman olmazsınız. Belə. Günə boyduq nə qədər? 2 gün yedi yaşı. Yemək də xarab olmur burada artıq qalanda. Yemək də qəşəng olur, dadlı olur. Şey olur da, hava soyuqdur deyə. Xarab olmur yemək. Bu hazırdır. Beləncə bir mənzərədə qəşəng aşımız. Hava biraz yağışlı idi burada, görsənir. Qəşəng yağış.
Bu da ocağın üstündə olunur özdə. Bilirsiniz ki, ocaq yeməyin dadı necə olur, necə ləzzətli olur, dadlı olur. Bu çöl qazanlardır, ona görə çölü belə qaradır, yəni ki, başa düşülən bir şeydir, çünki ocaqda yemək pişir. Bu da belə. Burada yavaş-yavaş yağış başlayırdı. Xeyb qəhədəxqə. Suali. Bu da mamanın həyətinin şeyləri, lobyaları. Bu da sinif yoldaşımız gelin həyətidir, qonşu həyət. Onlar da ev tikəcəklər orada. Burada aşı qoyur dəmli qaynamağa mamam. 2 cür aşdan elədik, düyüdən elədik. Hə, 2 cür düyüdən elədik aşı. Uzun düyümüz, aş düyümüz az idi. Biraz da yumru düyü qatdıq, ayrıca pişirdik onu. Bu düyüyə qatmadıq yəni. Orada indi aşı dəmə qoyanda görəcəksiniz ki, ikisini də mama qat-qat yığdı, qəşəng. Çox da dadlı oldu, düyü tam fərqli bir şey oldu. Aynı acıdayım editləmiş aslında, ləzzətliydi ki, yəni xoşumuza gəldi, eləyərəm mən də. Yumru düyüdən də qəşəng aş olurmuş. Mama gəlir aşı deyirlər ki, əvvəllər elə yumru düyüdən deyir, aş pişirirdilər deyir. Uzun düyü deyir, sonra şey oldu da, dəvə düşdü. Burada yağış başlayırdı yavaş-yavaş və bundan sonra yağışlı günlər başladı. Qəşəng süzsün. Mamuşqam. Belə. Burada qəşəng götürdü, getdi mamam. O birisi yerə, evə. Evin kuxnasına. Kuxna dediyimizdə otağın qabağında naves var idi. O navesin yan yörəsini sonra yağış vurur deyə bağladılar. Elədilər özlərinə balaca kuxna kimi yer. İndi deyəcəksiniz ki, niyə hər şey yerdə eləyirlər? Valla təmizdir hər şey. Dağın başıdır, toz olmur, bir şey olmur, heç nə, 1 qram toz yoxdur. Aylarla təmizləməyin, silməyin. Toz deyilən bir şey yoxdur. O qədər təmizdir, havası, suyu. Baxın, burada dediyim 2 dənə düyünü qatır bir-birinə. Qəşəng qat-qat yığdı, dəmlədi, biz də qəşəng nuş elədik. Valla qablar da tərtəmizdir, yer də tərtəmizdir, hər yer tərtəmizdir burada. Kirli olan bir şey yoxdur. Bu qazanlar zadlar da isti qaynardı deyə stolun üstünə, klyonkanın üstünə qoymadı. Ona görə elə yerdə rahatdır deyə yerdə elə şeylədi, qazana yığdı. Qəşəng yağın zadını da vurdu bol-bol. Mamam bol yağ işlədəndir. Azla işi yoxdur. Hələ sonra çəkəndə də biraz yağ əritdi. Yenə üstünə də tökdü aşı çəkəndə. Sonrasında qoyduq dəmə. Günortaya bişirdik bunu. Günorta ustalar zadlar var idi deyə yemək yeyəndə. Yeməyi çəkəndə çəkmədim. Axşam özümüz yeyəndə çəkdik. Bu da bağın bayaqki qablama. Belə rənginin belə olmağına baxmayın. Bu lobyanın ətin öz suyunun rəngidir. Bu çəkilir. Çox qəşəng belə şirəli bir şey alınır. Ətli batdı. Dadlı. Nuş eləyib yeyirik biz. İndi bilmirəm YouTube'da varmı, elə Azərbaycan dilində varmı bu ad. Amma biz qablama deyirik. Elvi gəzi, mən gəlinlərə ayırıram zəyi. Burada bilmirəm, səs yazanda üstünü eşidilmir. Yağış səsini inşallah kəsməmişəm. Kamil oluruq qardaşımla. Daşlara baxma. Qardaşımla Kamil oynayırıq. Bekarçılıqdır, çöldə yağış yağır. Biz də oturuq Kamil oynamağa, Yusuf da bizi çəkir. Mama da bilmirəm orada neyinir, nəsə düzəldir, pişirir mi bilmirəm. Ne vakti yanım?
Belənçi nə deyəsən bir vlogun da sonuna 30 gəlib saniyədir. çıxırıq. Kanalıma abunə olmağı unutmayın. 33. Zəyə 34. yazmağı unutmayın. Geçen hafta var. Altına koşup. Bəyənməyi unutmayın. Dostlarınıza göndərməyi unutmayın. Çox sağ olun izlədiyiniz üçün, məni dəstək olduğunuz üçün minnətdaram hər birinizə. Yazar 15. Buyur kardeşim. Vlog bitir deyə sağollaşdım. Amma Yaz deyəsən 15. bitmək bilmir. Neysə, mən susum, o davam eləsin. Hələlik, inşallah gələn vloglarda görüşərik. Allah amanında. Diyanım. 20. Bu daha. Bu daha. Ana. Ana. He. Diyanım. Ben de üçüncüsü. Oradan ben çekmişim. Ha. Sen fırlan verip ben de çek. Oradan fırlan. Ha. Böyle. Rakurslar olsun. He. İçin iki ne? Da şimdi yavaş kal. Biraz Bu ne güzel. motorun idi bu? Çat diyanım. 4. 12, 14. Görüşün kalba yavaş.